Xocalının Seyidbəyli kəndinə 61 nəfərdən ibarət 18 ailə köçürülüb. Kəndə qayıdan ailələr Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir. Bununla da Seyidbəyli kəndinə qayıdan ailələrin sayı 27-yə çatıb. Xocalının Daşbulaq kəndinə isə 24 nəfərdən ibarət 8 ailənin daimi qayıdışı təmin edilib. Bununla da Daşbulaq kəndinə qayıdan ailələrin sayı 91 nəfərə çatıb. Fəxr edirəm ki, bugün qürurla torpağımıza qaydırıq və onu da qeyd edim ki, ali təhsil almışam və ilk dəfə Seyidbəyli kəndində işlə təmin olunacam. Öz evimə gedirəm, yəni öz torpaqlarımıza gedirik. Oradan çıxanda bizim 15 yaşımız vardı, 16 yaşımız vardı. Çox da qürurla gedirəm. Bu günə şükür ki, burada gəlib öz torpağımız, öz yerimizdə məskunlaşırıq. Çox sevincliyik, sevincimizin həddi hüdudu yoxdur. Prezidentimizə Allahdan uzun ömür, can sağlığı arzulayırıq ki, bizə belə gözəl şərait, belə gözəl ev eşik qurdu, bizi yerləşdirdi.